Ən son model tibbi avadanlıqlarla təchiz olunmuş Apro Hospitala sağlamlığınızı etibar edə bilərsiniz. Biz deyil, səhhətimiz Apronu seçdi. Təbiiliyi sevirəm, açıq danışıram. Heç bir bez ağacda yetişmiş kimi təbii deyil, amma təbii tərkibli Sleepy Naturalla hər an rahatam. Təbii olaraq heç bir bez dünyanın havasını tək başına dəyişdirə bilməz. Amma Sleepy Bio Naturalla çətin günlərdə də havam yerindədir. Heç bir bez məni ən dəbli qadın etməz. Amma qara rəngli Sleepy Black özəl dəvətlərdə tərzimi tamamlayır. Rahat, iddialı tərzim. Sleepy Organik bezim. Bizonun, Apro Hospitalın, Sleepy uşaq bezlərinin baş sponsorluğu, Patron tumlarının xüsusi sponsorluğu, Tam Store marketlər şəbəkəsinin sponsorluğu ilə Qız Atası serialı başladı. Qız Atası. Salam Vidadəmi. Salam, salam. Dərsləri nətər da qızım? Yay tətilidir Vidadəmi. Tətilimiz başlayıb. Nazır, nə olub? Dərslərimiz bir də sentyabrda olacaq Vidadəmi. Sentyabrın 15-i eləmi? Hə, 15-i. Qızım, sən bir qaşla kətir mənə. Hə? Ay Nazır, qanın niyə qara deyir, danış görüm nə olub da? Heç bilmirsən də, hə? Sənin güya xəbərin yoxdur da, nə olub, hə? Sən çox yaxşı bilirsən nə olub. Yaxşı bilirsən. Nuş olsun. Görən nə edir? Demişəm evdə olanda yığma məni. Çıxanda özüm yığacam səni. Şokdayam. Soğuğa ağzıma girir. Siz elə bir-birinizin üzünə baxıb doyursunuz. Öyle olsaydı benim ne derdim var idi. Yeğenimin de biri azalmıştı indi. Ay gəlin, niyə səhər süfrəsi hazır deyil? Necədir, necə dedim? Allah bunu bu diyen gereği de bunu. Bunu soruşan gereği. Bax, hanı isti təndir çörəyi, pendir, yağ, qaymaq, bax, hanı? Bəlkə mən görmürəm. Yaxşı, Alik, yaxşı. Tahirə xanım, bibim gedib alıb gələcək, narahat olmayın. Özün səhər tezdən getsəydin, zərlərin tökülərdi. Dilivə qurban olun mən ne dedin ama. Tahirə xanım, mən niyə getməliyəm? Oğlunuz Əlikram getsin də, nə olar ki? Ay gəlin, Ay can! biz də gəlin olmuşuq. Bizim vaxtımızda kişi qazanıb gətirirdi, verirdi evin xanımına. Evin xanımı da evi idarə edirdi. Hə, bax, paltar da yumuşuq, ev yığışdırmışıq, bazarlıq eləmişik. Gündə 3 dənə xörək pişirirdik, 3 cür. Uşağa baxırdıq. Hə, yoxsa indiki gəlinlər kimi. Hə, nə bilim, sushi,
Sonra nə deyir sonra burger, fast food sifariş eləmirdik ki. Sağlam qida ilə qidalanırdıq, hə? Canımıza əziyyət verirdik. Uşaq da sənin matqalı be. 50 dənə səs çıxartdı dayı. Qabağımdakı elə bir politoloqdur ye. Gözümə su ver də. Nümunə örnəyi deyə bir nəticə çıxart. Yaxşı, Alik, sonra bir yerdə çıxardarıq o nəticəni. Sonra çıxardarıq. Yaz. Can. Külək adam apar toba. Deyək, bibim də gəldi. 10 dəqiqə gecikməklə heç nə olmaz. Olar. Ona görə ki, mən işə gecikirəm. Onda dur, get. Uşaq qorxdu. Özə mən 10 dəqiqə gecikdim Ayman. Mənim maşımdan tuturlar. Mənim işdən çıxma ehtimalım ola bilər. Yerimə bilirsən nə qədər göz dikənlər var. Əlikram. Nə olub nə olub? Heç 10 dəqiqə deyir, evdən çölə çıxmışam, nə olub? Ömürlük çıxaydım. Nədir? Ananı görübsün, ürəklənmişsən, ay? Nə olub? Uşağı tək görübsün, ha? Ay, qulağımın pərdəsi getdi, aç qarnına səsinlə doydurdun bizi. Ay, mən bir dənə öpüm səni, əsəbləşmə. Canımsan mənimlə, o bilsin üzünədən. Mən dayı gedirəm, da özünüz danışın, dayı məşvərət edin, görün daha hansı qənaət, hansı qərara gəlirsən, dayı eşitdin? Oy, səni zəlili dimar qalasan, necə ayağın burxuldu, ya? Gedişin olsun, qayıtışın olmasın. Nə olub? Hay, sən eləmir, nə olub? Nənəm demiş, müsibət bundan sonra başlayacaq. Başa düşmədim, Nəzakət xanım. Bu nə hörmətsizlikdir, hə? Bu nə deməkdir? Mən bəynəsin nümayəndəsiyəm, Nəzakət xanım. Açırsınız, mən yıxılıram. Görməzdən gəlirsiniz, biz soruşmuşsunuz ki, nə var, nə yox, burada nə inirsən, deyim mən. Birincisi, mənim bu dəqiqə əsəblərimin o belə pik vaxtında gözümə heç kim görünmür. Heç belə doğma uşaqlarım görünmür. Qaldı ki, elə sən. Bir də mənə heç maraqlı deyil. Sən burada oturdun, orada oturdun, burada öldün, orada qaldın. Laf belə Vidadinin gözünə gir, Vidadi səni görsün. Bilirsən nə var? Əl çək məndən. Nəzakət xanım, mən başa düşürəm sizi. Bəli. Siz Vidadi müəllimlə həmişə kişili olanda, əsəb olanda belə olursunuz, deyimə. Şokdayam. Sən hardan bilirsən? Yaxşı ki, sən bildiyini sona qədər anlatmırsan. Yoxsa mən şoka düşərdim, mən. Səhv edirsiniz, Nəzakət xanım. Bunu mənə Əsvanə deməyib. Deməmişəm. Bəli. Əsvanə demiş olsaydı, onda gəlib mən bilərdim ki, siz necə gəlib sərt şəkildə onun qabağına çay atmışsınız ki, gəl içminik. O da deyib ki, nə olub Nazoş? Siz də demişsiniz ki, özün bilirsən. Çingiz, Bəli. sən bilirsən də neçə ildir məni tanıyırsan. Mən əsəbi olanda heç dədəmi, nənəmi tanımıram. Bəli. Allah rəhmət eləsin. Ay sağ ol. İndi gör nə deyirəm. Nə deyirsən? İstəyirsən gir bu şkafda otur öl istədən. Ya da elə çöldə istədə. Bilirsən nə var? Bilirsən nə var? Çıx, gün sənin bu boş təpənə dönsün. Bildin nə var? Əl çəkin məndən. Nə var? Xeyr, Nəzakət xanım. Xeyr, bəli. Heç vaxt ola bilməz belə bir şey olsun. Deyirəm, mən burada Vidaşı gözləyəcəm. Bəli, Vidaşı görməm lazım. Sən həmişə Vidadi əmi ilə görüşəndə Vidadi əmi ən azı 5 manat ziyana düşür. Şokdayam. Küləkdir. Mən başa düşmürəm. Mənim uşağım niyə işə ac getməlidir? Yet də, körpədir. Yazda pamıq tıxamışıq. Az adamda iştah qoyursunuz. Tarix abi, mən neynədim? Siz səhərdən gələndən belə bir təhər sizi. Nə təhərəm? Hə? Mən özümdən problem çıxardıram, qaşımayan yerdən qan çıxardıram. Tahirə bacı, deyirəm sağ halalı, bax, alqışlarım səni. İnsan özü haqqında nətər belə dəqiq məlumat verə bilir.
Sümbül. Vidadi qardaşın xətrinə mən sənə ağır söz demirəm ha. Sən də gəlin qaynın arasına girmə. Tahirə xanım, onda sizə bir sual verim. Bəs qaynana necə ər-arvad arasına girə bilər? Dilinə qurban olun bala. Gəlin. Ay can, Sən ikinci uşaqdan sonra bax bu boyda dil çıxartmısan ha. Asəbiş, dur küş qabağıma gedək. Buradan qan egar, bala, buradan la var. Dur küş qabağıma, yeri, küş qabağıma da la, yeri. Get. Adımı sənə qoyum, səni yana qoyum. Buna baxın, bu boyda işimin gücümün qabağında mən durub bir daşı gözləyirəm. Mənə lazımdır. İşim gücüm başımdan tək, bir də gəlir çıxmır ki, durum kişi bu ilə daşım gələr, bir daş, elə Çık para. Ört kapını. Lazım deyil, Vidadi müəllim. Mən bilirəm. Mən bilirəm ki, sizin məndən xoşunuz gəlmir, məni görəsi gözünüz yoxdur. Deyibəm, amma vacib bir məsələ var. Onu deyib, çıxıb gedirəm. Onda gərək mən gözlərimi də yumam, qulaqlarımı da. Sözünü deyib bayıra. Sən öyle şimdi, mən ona qarışmıram. Harabı sizdən yuma bilərsən, mən ona qarışmıram. Amma bir məsələ var. Əgər bilmək istəyirsinizsə ki, sizdən niyə küsülüb, Nəzakət xanım sizdən küsüb bax, mən o səbəbini bilirəm. Sağ ol Çingiz. De sənin də bir xeyrin olsun da, de görüm niyə küsüb. Başa düşməyim. Nə? Necə nə? Nə? Mənə görə. Sənə görə niyə? Çünki siz məni evə buraxmırsınız. O da bir anadır, qaynanadır, çıxır küçəyə. O qonşular soruşur ki, nə var, nə yox, çiğnə görsəm, utanır deyibən. Bəli. Nazı! Nəzakət xanım! Dəqiq. Nəzakət xanım! Bağlı. Nə olur? Kar var. Nə qışqırırsan? Bəli. Nazı, bundan sonra icazə verirəm. Çingiz girsin evə, çöldə barda qalmasın. Nə? Mənim bu humanist qərarım qane elədi səni. Məni hə. Ay Vidadi, özün bilərsən, sən gəlsin, istəyirsən qalsın, istəyirsən ölsün, istəyirsən getsin. Özün bilərsən, mənə maraqlı deyilsən. Canım. Başım bulan getdi dayı. Nə işə düşdük? Bu dəfə də bir xeyrin dəymədi. Çöldə yaxşı hava var, get hələ parkda yat sən. Get, gedə bilərsən. Vidadi müəllim. Mən çox kiçik bir məbləğə əsl səbəbi sizə söyləyə bilərəm. Onda öyrən gör səbəbi nədir? Nə bilsən, gəlib mənə deyərsən də. Allah, bax bu qəpiyi də sənə verirəm, beh olsun. 5 qəpik. Behdir də, behdir. Mən getdim. Nəzakət xanıma deyərsən, mənim pencəyimi gətirsin. Nəzakət xanıma deyəcəm, mənim pencəyimi. Nəzakət xanım! Şir evdən getdi. Ay yox, bu evdən çıxır axı. Görəsən evdən çıxanda nə desəm bunun xoşuna gəlir. Ekran açıldı. Sabahınız xeyir olsun Vidadi müəllim. Məftun, burada dayandığını elə maşında oturub kondisioner yandıraydın da. Vidadi müəllim, mən elə bilirdim 50 yaşdan sonra kondisioner adama pis təsir eləyir, ona görə yandırmadım. Sən demə adamın cibində pul olanda canı da bərk olur. Gəldim. Ay Nazı, sən mənim canım nə olub? Dedim axı, özün yaxşı bilirsən. Məftun. Bəli. Al bunu, ver müdürün geyinsin. Ay Nazı, özün buradasən də. Məftun. Bəli. Vidadi müəllimə denən ki, Nazı yoxdur, ölüb. Vidadi müəllim, bax sən dillənmədin.
Dillənsəydim mən də bir-iki kəlmə deyərdim. Görərdi ki, Vidadi müəllimin axıranı ölməyib. Hə, sən sürücüsən, gəl maşınını sür. Sənki də yaşayış deyil, ay məftum. Çingiz! Ha! Ha, dur ayağa görmə, hə? Dur, bura. Sən belə qudurmusan, hə? Sən kimsən, hə? Nə sayırsan, hə, sən özünü? Xahiş edirəm Nəzakət xanım, məni məcbur eləməyin ki, uşağın yanında sizə şiddət sərgiliyim. Gör nədir? Az eşitdin mənə nə deyir? Məni döymək istəyirsən? Məni nə? Öldürəcəksən? Nə demək istəyirsən? Əl qaldıracaqsan mənə? Nəzakət xanım! Əl qaldıracaqsan? Nə demək Siz istəyirsən? səhv başa düşdünüz, mən onu demək istəmirdim. Mən deyirəm, yəni mən sizin əlinizdən qutulmaq üçün gərək özümü ora-bura çağım deyir, şiddət göstərim. Allah, bıraxdım. Eşit gör nə deyirəm, hə? Nə baxayım. Buradan bura yadımdan çıxdı. Nə deyəcəkdim? Bəlkə bayaq Çingizin Vidadəmini görəndə fürsətdən istifadə eləməyini soruşacaqdın. Qız Google-dir də, Google. Ay, sağ ol. Mənim o həssas momentimdən istifadə edirsən, hə Çingiz? Sən bilirsən mənim hardan damarımı tutmaq lazımdır, elə? Nəzakət xanım. Nə? Mən bunca sustum. Artıq görən mümkün deyil. Bəli. Mən görürəm ki, mən neçə ildir bu evə kürəkən gələni heç gün sizə yaraya bilmirəm. Deyirəm, başa düşmədim. İndi yaxşı mən, həssas vaxtı danışma. Qəza oldu, danışma. Oğurluq oldu, danışma. Bankrot olduq, danışma. Biz dalaşdıq, qarışma. Mən onda nə vaxt danışım bəs? Yaxşı. Deyirəm ay xala, fikir ver, saydıqlarının içində bir dənə xeyir iş yoxdur. Xeyir işsiz qalarsan nənəm. Mənim əsəblərimə gör necə girir. Mənim də əsəblərimə girir. Sənin bir əlin orada, Bəli. bir qulağın burada. Elə eləmə ki, bir ayağı da nəzakət sındırsın, vızılatsın o tərəfə. Sən nə demək istəyirsən? Bu neyiniyib? Bu nələr eləyib? Sən hardan bilirsən, az? Mən hardan biləcəm? Mən təsadüfən qulaq şahid olmuşam. Özü yığışdırır. Nəzakət xanım, biz ki bu qədər dedik, güldük, bir-birimizə yaxın olduq. Deyirəm ki, siz elə mənə açıqlayasınız, siz Vidadi müəllimdən niyə küsmüsünüz? Sən mənim canım. Çingiz. Mən bütün belə də ürəyimdəki nələrsə varsa, o qonşumuz Səməd kişi var ha. Onu tanımıram o. Niyə? İti var ya, Şarik. İti tanıdım. Ay sağ ol. O Şarikə deyərəm. Amma sənin kimi Şariki olmayan kürəkənə demərəm. Yoxdur burada Şariklər. Nə olar? Nə olar? Mən də elə Şarikin özündən soruşaram. Fizə! Bax, min dəfə demişəm, buna ayağı altına qoymayın ha. Kimə deyirsən? Alik. Oy, Vidadicim. Salam, xoş gəlmisən. Bildim niyə durub gəlmisən. Xəbər tutmusan ki, bizim Tamda kampanyalar bir-birini əvəz edir. Tamda ən ucuz kampanyası var. Bir də hər bölmədə alıcılar endirimli məhsullardan yararlana bilər deyə. Özünə əziyyət verib gəlmisən. Mən nə deyərdin? Nə lazım idisə mən alardım, bazarlıq edib gətirərdim. Alik, bu dediklərin hamısı yaxşıdır, amma mən bazarlığa gəlməmişəm. Ayrı şey üçün gəlmişəm. Sən mənim canım. De görüm nəzakət sənə, mənim barəmdə nəsə deməyib. Vidadicim, elə Naska hər dəfə səninlə bağlı nəsə deyir də. Sənin adın onun dilindən düşmür ki. Yox, o barədə demirəm. Səhərdən məndən küsülüdür, amma bilmirəm niyə. Bilmirsən, özündən soruşaydın onda. Hayır, özündən soruşdum da. Dedi, özün yaxşı bilirsən. Vay. Oy. Nə oldu? Ölən günümüzdür.
Niyə? Deməli bizim qismətimizdə bu da var imiş. Sən gör ona nə demisən ki, o qayıdıb əvəzində sənə bu sözü deyib. Mən neyləmişim? Qorxutma məni. Hamı bilir nə oldu, mən özüm bilmirəm. Biraz da toxta, ürəyimi buz kimi saxla. Vidadicim, mən qadınların dilini yaxşı bilirəm. Aha, sağ ol. Mən onların psixologiyasına belədəm. Əgər bir qadından soruşursan ki, nə olub? O sənə qayıdıb deyir ki, heç nə. Onda bil ki, demək istəyir ki, mənim qanım qaradır, mən bu dəqiqə sənin də qanını qaraldacam. Əgər qayıdıb deyirsə ki, ya, özün yaxşı bilirsən. Ay, de. Onda bil ki, demək istəyir ki, mən sənin alnından əmdiyin südü burnumun deşiklərindən pildə gətirim, sən də bax. Yaxşı da, Alik, yaxşı qoy görək. Olanı dedim. Nazı elə söz deməz. Amma Alik, gəl sonra mənə heç nə dedik. Özün yaxşı bilirsən. Yaxşı da sən də başlama. Özün yaxşı bilirsən. Nəyi bilirəm, özüm yaxşı. Bilmirəm də. İstəməyin, yaşayacaq, görəcəyik də. Bu da belə, söz deyirəm, deyir. Özün yaxşı. Bax ki, mən məsləhət aldım, mən də sənə dedim də. Fizə, gəl götür bunu ayağı altından dedim sənə, baba. Elə bir günən ki, mən Everest zirvəsinə qalxacam. Qoyub bunu ayağı altında. Keç balaşqam, keç. Mamulya, nə yaxşı səni gördük, nə yaxşı qapını sən açdın. Şükür, axır ki. Elə deyirsiniz ki, elə bir iş görmüşsünüz. Gündə 5 dəfə görürsünüz də mənim üzümü. Hər gün buradasınız. İndi nə oldu? Mamulya, bayaqdan yolda kimi görürsə sual verir, heç kim cavabını tapa bilmir. Mən də fikirləşdim ki, bu sualın cavabını ancaq Mamulya bilər. Yox. Siz sualınızı sonra verərsiniz. Mamulyanın keyfi yoxdur, əsəblərimdəki ondur. On. Mamulya, sualı sonraya saxlasaq xarab ola bilər. Sual xarab ola bilər. Deyirəm ki, dərd var. Malını, mülkünü satırsan, qonşu da yığılır, üstünə qoyur, o dərdə çarə tapılır. Amma dərd var ki, bütün nəslinin varidatını satsa, ona xeyir yoxdur. Deyin görüm nə olub indi. Mamulya, biz səni heç nə satdırmırıq. Biz sual verəcəyik. Cavabını da tapsan, özün də sevinəcəksən. Deməli, Mamulya, bax, ana dili var, düzdür? Var. Ana torpaq var. Ana yol da var, ana xətt də var, düzdür? Amma ata dili var, yox. Ata xətti var, yox. Ata yolu var, yoxdur. Niyə yoxdur, Mamulya? Yoxdur da, yoxdur. Lazım olsaydı eləyərdilər. Elə yaxşı ki, yoxdur. Axmaq suallar verirlər mənə. Bu, yoxdur da. Deyirəm, bəlkə gidi onu Papulya sual verir, Papulya bilər. Mən bilmərəm. Papulya, onun adını çəkməyim mənim yanımda, küsmüşəm mən. Papulyadan küsməyin Mamulya əla oldu. Gidək Balaşqa. Balaşqa, mən fikirləşdiyimi də fikirləşdin sən. Yox Balaşqa, sən mənim düşündüyümü düşündün. Onda gedək. Görüşərik Mamulya. Sağ ol. Nə oldu ki? Ata xət çəkəsi olmadı. Söydülər də, amma bir tərəfdən də biz sevinirəm. İki səy bir-birini elə gözəl başa düşür ki, ona sevinirəm ki, bir-birini anlayırlar. Malades. Bizon açıldı. Sağ olay Məftun. Yayın günü bizonun ayrı ləzzəti var. Vidadi müəllim, istəyirəm sənə bir sirr açım. Nə sirrə? Mənə həmişə deyirdin, nətər olursan günə bir dənə şeir yazsa. Bax, bütün bunların hamısının sirri bizondadır. İçirəm, əhvalım düzəlir, təzə ideyalar gəlir. Onda sən bizonu iç, işə çatana qədər birin yazarsın. Getdik. Ay qızlar, harda qaldınız? Gəlin çıxın da, bıy. Gəldim. Mama, yol üstü elə slipi bezi aldım ki, əli boş getməyək. Yaxşı elədin, yaxşı elədin. Mamulya. Mamulya. Bayaqdan mən də qapıdayım. Slipi bezi aldım bizim ailənin adına. Buna baxayım, düz eləmişsən. Mən də bayaqdan fikirləşirəm ki, apalam, bir yaşlı uşağın ad gününə gedirik. Nə Allah aparaq? Ən yaxşı hədiyyə elə slipidir. 14 saat quru saxlayır, uşağı bişməcə, səpki, allergiyadan qoruyur. Üstəlik də orqanikdir. Mama, bizə gələndə də slipi bezi alarsınız, yaxşı? Nəvən slipisiz rahat yata bilmir. Gözüm üstə. Sağ ol. Qız Atası serialı reklamlardan sonra davam eder.
Hər şeyə gərək ayıq nəzarət eləsin. Bunu bura qoy, bunu buradan götür, onu ora... Vay! Siz niyə Türkiyədən sifariş verdiyi paltarı bir ay kargoda ilişib qalan adamlar kimi qanlı qarasız? Nə olub? Heç nə! Bax, Sümbül, qanun qaradır. Mənim qanımı qaratmağa imkan vermərəm sənə. Onu biləsən. Elə? Elə. Onda məndən niyə soruşsun, hə? Mənə heç də soruşmuyor, Əli Kiram. Heç də soruşmuyor. Aslında Sümbülün daşı ağırdır. Düşür hamının başına. Evet. Sonra da deyəcək Sümbül ananı qatır. Arvadın var, soruş arvadından versin sən cavabını. İmkan vereydin, qoy birinci o danışaydı, hə? Hə, gəldim deyim ki, gedirəm atam gilə. Niyə? Nöşün? Özün yaxşı bilirsən, nöşün. Evim yıxıldı. Mənim günüm qara oldu. Orasına da özün qərar verirsən. Günün qara oldu, yoxsa sənin bütün ömrün qara olacaq. Dillə qurban, yaxşı dedin. Gəl az. Keç az, keç Ay qara maşa, ay qara maşa, ay aləmi qatışdırıb qurdalayan. Yadıma gəlir, indiyə kimi uşaqlıqda da mama çörəyi pişirəndə, baba, indi yadıma düşür. Həmişə xəmirə o mayanı çox vururdu. Dedim, ay arvad, bu söhbəti bu qədər şişirtməklə mənə lazım idi. Ay, səni heç artmayasan, Sümbül. Artmayasan, elə o boyda qalasan. Məftuna deyin gəlsin. Başqa adamdan söz göndərmə, sözün var özümə de. Eşidirəm. Hə, bəli, xeyr. Buyurun, harada qaldı, nə tez yaddan çıxdı? Səndən çox səmimi ola bilmərəm, səndən çox deyib gülə bilmərəm. Yenə qafiyyət dursun. Hə, nəsə eləmişəm, nəsə xətrinə dəymişəm. Mənim yox. Amma Nəzakət xanımı küstürmüsən, ona görə mənim ailəm dağılır. Onun sənin ailənə nə dəxli var? Nətəryanın nə dəxli var? Nəzakət xanım kimdir? Mənim həyat yoldaşımın bacısıdır. Sən kimsən? Mənim bacanağımsan. Söhbət gəlib çıxıb evə, bu işə problemdir. Problemdirsə, onda məftun. İşdən çıx, mənim yanımda işləmə. İşdən niyə çıxıram? Özün demədin, problemdir. Əşi, o ayrı, bu ayrı. Özün demirdin ki, işi evə aparma, evi də işə gətirmə. Məftun, onda mənim vaxtımı alma, əsəblərimi də körrama. Get başını sal aşağı, tapşırdığım işlərlə məşğul ol. Birazdan çıxıram buradan. Vidadi müəllim, mən başımı aşağı salıb işimi görürəm. Amma başımı aşağı salacaq iş görmürəm. Öz də bu yaxınlarda bunu qələmə alacam mən. Çıx o TikTok'dan. Başqalarının sözünü demə. Deyirsən, öz sözünü de, öz duyğularını yaz, deyim hə. Öz duyğularımı? Yaxşı. Ürəyimdən keçəni yazaram, baxarsan. Nə olur? Yeni il gəldi, yeni il gəldi, neçəni baharlar, yeni il gəldi. Nə gəldi? Mamuliya gəldi, mamuliya gəldi, mamuliya xoş gəldi, mamuliya gəldi. Xoşuna gəldi. Yayın ortasında yolka, bəlkə dekabrın sonudur, mənim xəbərim yoxdur. Sonunuz gəlsin sizin. Bu nədir başıma oyun açırsınız mənim? Mamule dekabr gəlməyib, amma biz yeni ili biraz qabağa çəkmişik. Bax Mamulya, yeni ildə nələr olur? Sənin canına azar olur. Külüm olur belə sənin təpənin ortasına. Təpənin ortasına. Yığışdırın bunu bu. Mamula, sən demədin ki ya biz Papulya ilə küsmüşük. Biz də yeni il əvvələ çəkdik ki, bayramlarda küslülər barışır. Siz də Papulya ilə barışasınız. Mamulya,
yeni il xoşuna gəlmirsə, Novruz bayramı eləyək. Tonqal tıllanmaq zadba belə. Onu da eləyərək. Valla sən o vaxtı elə yeni il ərəfəsində doğulanda sevindim də. Dedim ki, gözəl bir qızım doğulub. Daş düşəydi o günə. Daş düşəydi də açıqlamıram nədir? Mənim əsəblərim tam oyanmayınca yığışdırın bunu, bəstirin də. Siz məni öldürəsiniz. Şaxta baba, şaxta çal. Atacan bu vaxta çal. Aşağı. Baba, bir sən qalmışdın elə Yok yeni il olduğunu bilmirdim Nəzakət xanım. Mən əslində başqa şey üçün gəlmişim. Nəzakət xanım, deyirəm ki, siz bu sizin əziz övladlarınızın xatirinə, gözəlliyinə qurban olaram sizə. Onların xatirinə mənə deyə bilərsinizmi, siz Vidoşdan niyə küsmüsünüz? Ayaq səni deyəsə yaxşı çırpmadın. Sən kimsən? Sən kimsən? Özünü kim sayırsan ki, sənə hesabat verməliyəm? Nəzakət xanım, nə olar? Bu yeni ildə mənim xətrimə dəyirsiniz. Nə olar? Yeni ilin xətrinə mənə hesabat versəz nə olar ki? Başa düşmədim. Verin də mənə hesabat. Niyə? Niyə? Mən o danışmışam axı mən Vidoşla. Nə? Xəbərimiz yoxdur. Nə? Qazancımız var, Deməli, Vidoşla danışdım ki, mən bu xəbəri öyrənsəm 5 manat verəcək. Yarısı sən, yarısı mənim. Yəni 5-liyi yarı böləcəksən. İstəyirsən 3 manat sənin, notu 2 manat mənim. Yaxşı, biz... Səni 3 yerə bölərəm. 3 yer. Hissələrimi, tükələrimi belə axtarıb tapa bilməzlər. Bildiyin nə var? Özünü yığışdır, siz də bunu yığışdırın. Məni 2 yerdə qoyublar. Qoluksa gəlib ki, yenildi. Səfih. Getdik Palaşqam. Yeni il gəldi, yeni il gəldi. Neçəni var ilə yeni il gəldi. İcazə ver Balaşqam, biraz qapını aç, getdi, ört qapını. Hə, yaxşı. Bildim. İndi yanıma gələn var, sonra zəng eləyərəm, arxayın danışarıq. Gəl. Eşitdim yenə məni çağırtdırmısan. Eşitdim də elə deyirsən ki, elə bir post göyərçiliyi sənə xəbərzad göndərmişəm. Öz nömrənə zəng eləyib demişəm də. Ay Məftun, ay bacanaq, bəlkə eşilərsən, bilərsən. Onlar da nəzakət zəng eləyəndə nəsə bilə. Nəzakət məndən niyə küsüb? Tək Nəzakət xanım yox, Elə mən də səndən küsmüşəm. Sən niyə məndən küsmüsən, Səbəblərimi və duyğularımı poeziya ilə bildirmək istəyirəm. Yaxşı, bildir görək. Hər şey üçün ürəyini sıxırsan. Öz canıva başdan sovdu baxırsan. Çimib evdən niyə yaş-yaş çıxırsan? Sənə bir şey olar deyə əsmişəm. Müdür, səndən incimişəm, küsmüşəm. Qoymursan ki, aycan deyim sözünə. Günəş çıxsa, eynək olum gözünə. Sənə qurban, bir vaxt ayır özünə. Ağsaqqalsan, dinməmişəm, susmuşam. Müdür, səndən incimişəm, küsmüşəm. Əl çək daha hər addıma köməkdən. Sınıxmısan, az yatıb, az yeməkdən. Əsas sənsən, yorulmuşam deməkdən. Mən hamıdan ümidimi kəsmişəm. Müdür, səndən incimişəm, küsmüşəm. Sağ ol, Məftun. Belə şeylərə görə düz eləyib, küsmüsən. Ürəyim açıldı, bax, bu yaxşı şeydir. Gəl sənə bir yüngülvarı şirinlik verim. Məndən barış, qalsın nəzakətlə barış. Bacanaq, mən səndən küsmər. Sağ ol, sağ ol. Nəzakət xanım, buraxmaram. Qapı döyür, buraxmaram. Nəzakət xanım, deməli belə, mən bilirəm ki, siz xoşuyursunuz bazarlıq eləməyi, alış-veriş eləməyi. Hədə açıram da indi qapını. Deyən də açır qapını. Mənə 5 manat lazımdır. O mənə verilən 5 manatın hamısını sizə verməyə razıyam. Amma bir dənə xahiş edirəm, mənə deyin görüm, siz Vidoşdan niyə küsmüsünüz? Görsən başa düşürsən. Gəlirik də, açırıq. Gəlir də. Keş bura. Sən deməli başa düşdün ki, insanlar bir-birindən küsür. İnsanlar, bəli. Bax, elə bil ki, biz də səndən küsmüşük. Küs bizdən, çıx
Get bu evdən bir ay, 2 ay gözümün səni görməsin. Nəzakət xanım, mən sizin üçün çalışıram. Siz mənim xətrimə dəyirsiniz və inciyə bilərəm axı, mən küsə bilərəm axı sizdən. Xətrivə dəydin? Bəli. Küstün? Küstüm. Dəqiq küstün? Dəqiq küstüm. Deyəndə marş. Nerə? Yerim. Salam Tahir xanım, hoş gəlmişsiniz. Açın da. Ört qapını. Of, şikayətə gəlmişəm. Açın da bu qapını. Təəccübləndim. Ay, nə danışırsan? Sən bu 10 ildə bəyəm nəyəsə xoş niyyətə gəlmirsən. Elə gəlirsən, baba, incimə Tahirə. Gəlirsən. Bu ilə adama xoş nəsə deyərlər. Həmişə şikayətdəsən də. Bu 10 ildə demək heç şey dəyişməyib də. Nə dəyişməyibdi ki? Heç şey dəyişməyib. Əlbəttə şikayət edəcəm. Hanı Səbinə? Deyəsə Səbinə sənin gəlinindir. Belə 10 ildən çoxdur da sənin yanında yaşayır. Sənin evində, mən nə bilim, atası evinə o gəlməyə. Acıq elədi. Mənə acıq eləyib. Bibisinin də əl çantası kimi vurdu qoltuğuna, çıxdı evdən. Sən qızların kimi deyil Səbiş. Acıq eləyib gəlsin anasının yanına. Allah bilindi gedib də hava qəbul edir, uşaqdır. Hava qəbul edir. Bu deyil? Bu ya! Şəhərin ən gözəl havası elə buradaymış. Az Tahirə bacı. Deyirəm, ayıb da olmasın. Biz sən sıfatından o evdən çıxıb bu evə gəlmişik. Sən də deyən özün evdə özünlə tək qalıbsan, baxın sanki özünlə yola gedə bilmirsən. Qulağın sar oldu. Eləmi? Başaf gəlibsən bura. Qağamın evi elə bir ki, ocaqdır. Kim kimdən küsür, hamısı ziyarətə bura gəlir. Az da bağla da, bağla eşitdik. Qulağın batdı. Nə olub be? Ay mama, gəl içəridə gedək danışaq. Burada ayıbdır da qonum Dayı qonşu olsa var. eşitdilər də güya ki, nə ayıbı? Gəl. Yazıq qağam, yazıq qağam. Gələn səsini atır başına. Ay Səbiş, Haycan. dərslərim çoxdur deyə axır vaxtlar gözlərim elə ağrıyır ki, nə məsləhət görürsən? Təbii ki, Apro Hospitalı məsləhət görürəm. Orada həkim oftalmoloq Vüsalə Məmmədova var. Türkiyədə, İspaniyada, Rusiyada, Macaristanda elmi konfranslarda iştirak edir. İstər müalicədə, istərsə də əməliyyatlarda çox peşəkardır. Üstəlik bilirsən də, Apro Hospitalda icbari sığorta keçərlidir. Ona görə Vidadəmi həmişə deyir ki, biz yox, səhhətimiz apronu seçir. Bəli. Neyinirsən, hə? Beşdə, sən məni güdürsən, mən də patron tumlarını güdürəm. Gələn kimi gəlirəm öz payımı götürüb bayırda çitləyim. Deyirəm, sənin əlindən mən bu evə patron tumu ala bilmirəm. Elə bir iyi bilir. İyi yox, dad bilirəm Nəzakət xanım. Alanda bir əldə məni alsaz, mən evə girib bunu götürməzdim. Bəli. Elə burada çıt da get, çünki Vidadi həyətdədir. Yo, indiyə qədər getmiş olar. Yox, oturub işdən danışırlar, patron çıtlayırlar. Patron bitməmiş, söhbət də bitməz. Geri də çıx. Yavaş, udma çıx da. Zahirə, nə gözəl kəlağayılar, nə qəşəng çantalar almısan özvə. Hə, doğrudan xoşuna gəlir. Onda gedək Suzaniyə. Bax, orada hər zövqə uyğun, müxtəlif rənglərdə, göz oxşayan pərdə, çanta, kəlağayı, xalça, divan üstü, bir sözlə ürəyin nə istəsə tapa bilərsən. Gəl onda bir yerdə gedək Suzaniyyə. Çünki mənə kömək lazım olacaq. Məhsulları qəşəng olan yerdə seçim eləməyə çətinlik çəkirəm. Gedək. Qız Atası serialı reklamlardan sonra davam edir. Bəsdirin. Mən qonşun yanında lap biabır olmuşam. Keçin. Gəlirsiniz, geçirsiniz. Keçin. Buyurunuz. Soxma gözü. Gəlin. Atırın qağamın evinin yuxarı başında. Aslı yaxşı, sakit dur, hə. İndi bax, asta-asta, aram, sakit. Oyla mən heç də eşitmirəm. Abala, bir qulağım kar olub. Yavaş, nə oldu? Deyən, amanın gülü, çəkil. Ayma, gel ver mənə. Bunu qoy ki, yanında əmanə. Mənsiz danışmayın. Mənsiz danışmağa başlasınız. Mənim kör bağırsağımın ağzı tutular. Mənim ötküsəm süzməz. Mənim mədatı vəzim şirə buraxmaz. Mənim ülüyüm. Patladı da, sakit ol. Dəli postu.
İndi yavaş-yavaş o ara sakit. 2 qulağım var, 12 qulağım yoxdur. Sakit danışın görüm nədir məsələ. Nəzakət. Hə. Mənim oğlum niyə işə ac getməlidir? Niyə səhər yeməyi vaxtında hazır olmamalıdır, hə? Bax, Naska, incəməklə. Deyir, əyri oturmuşuq, amma düz danışaq. Məni dünyaya gətirən qadın deyir bunu. Ya, anam da deyə demir amma. Necə dedi? Düppədüz. Düz də neyniyir? Həmişə əyrini kəsir. Ay mama, olar mən də bir kəlmə söz deyim. Bax sən bizi tanıyırsan da, bizim evimizdə həmişə süfrə açılıb, həmişə qəşəng süfrə olub. İndi nə olar ki, bugün 5-10 dəqiqə gecikdi də səhər yemək. Dünya dağıldı. İncimə. Deyəcəyəm belə, deyəcəksən elə deyirəm. İndi mənim həyat yoldaşımdır da. Biz bir yastığa baş qoyuruq. Əlimi qoyuram vicdanımın üstünə. Deyir, insaf dilin yarısıdır. Necə dedin? Düpbəli. Bitirdiniz. Deyirəm ki, utanım hamımızın yerinə. Xəcalət çəkirəm ki, bax Tahirə, sənlə qudayam. Bu vaxta qədər deməmişdim, bax bu anda deyir məqamı gəldi, deyiləm nəzakət. Ay, bir belə yeməyin üstündə durmuşsan, hoy, bütün qonşu eşit, elə bir qırılır ağacından. Yemə, vacibdir səhər yeyib getməyin. Cəmaat bəyəm elə mədəsi dolu gedir işə. Bir elə vidadır, bəyəm elə həmişə yiyir gedir, ürək istəmir, elə yalandan çay da, bir qurtum çay da içib gedir. Sən də konfetlə zaten atışdır da, nə olub, gəl elə hay yiyib gedəsən. Mənim uşağım qazanır, gətirir, niyə ac getməlidir? Bura gedir, az. Deyən ayma, deyən ginən, deyən müdaxilə eləmə ginən, deyən bu tərəfdən bax. Düpədüz. Naska, mən sənə prizmondan baxdım, gördüm sən məcravı düppədüz istiqamətləndirmişsən, mövqeyin düzdür. Ayma düz deyir, incimə ginən. Və salam da la, söhbət bağlandı. İndi ölüm olmayıb, itim olmayıb. İndi bazarıq idi. Nə varım indi? Bazarda adam çox idi, növbə idi. Sonra da mindim yazıram avtobusa, orada da basa-bas. İndi yarımca saat yuvanmışam. Dünya dağılmadı ha. Dağıldı. Mənim üçün dağıldı. Mənim üçün dünya məhvərindən çıxdı. Sən danışma. Ay niyə danışmıram? Eyni söz deyirik də ana. Bu dedi düz oldu, o dedi düz oldu. Mən daşında əyri oldu. Danışma! Danışma! Sənin cümlələrimin tərkibində, zatında, mayasında kinayəli, hikkəli, təkəbbürlü sözlər var əlimdən tutma ki. Mən hiss eləyirəm deyə onu deyirəm. Tutma əlimdən. Az mənim mayamı zatlı söydü bu. Ay bibi, yaxşı da. Alik niyə qızışırsan? Hər dəqiqə elə bibini qaralayırsan. Qaralıyırsan deyəndə ki... Bəlkə bibi qaralayıb mənim oğlum əli. Sən şərəf düşəsən. Onsuz da taban daşı kimi elə qapqaraz oturub qabağımızda qaramaşa. Ay xala, bunlar söhbət uzadır, mənim hövsələm çatmır. Uzun sözün qısası, evdə səhər yeməyi olmayıb deyə söz-söhbət yaranıb. Sən başın xarabdır, nə demsüləyirsən məni? Amerika kəşf etdi özündən, bildim də bu. Şokdayım. Hardan bilirsən? Kim dedi? Sənin ağzının üstünə belə qoyaram. Yaxşı. Ömürlük şoka düşərsən. Gel çay dəmlə. Əlinə də gəlməyəcək. Gedəcək indi qaynadıb üstümüzə gətirəcək. Yeri. Oxşadı da ana tərəfə oxşadı. Sakit durun görün. İnciməsən Naskanın sözündən. Sakit durun. Bu məsələni də qoyan bir yana. Bəsdir, hər şey qarışqanı da fil eləyirsiniz. Başa düşdüm da, keçən dəfə maşın məsələsi idi, qaçırmışdı, nədir, nə deyil. Oy, yoxsa bu boyda mədəyə görə sən də durub gəlmirsən üstə. Bu nə musikadır? Az dayan görüm. Sən gəlmə. Gəleyim mən az. Acama mən ha, ac oturmuşam ha burada, ya biləsən ha. Nazlı bahar qucağında səhərlər, nazlı bahar qucağında səhərlər, sərin-sərin əsəngələr gözəldir, sərin-sərin əsəngələr gözəldir, şiş dağlardan coşa-coşa süzülər. Şiş dağlardan coşa-coşa süzülər, şəlalələr, buz bulaqlar gözəldir, şəlalələr, buz bulaqlar gözəldir, gözəldir. Qəşəkdir. Ay sağ ol, bayla orada dedin. Ay sağ ol, ifanız da qəşəkdir. Amma nədir bilmirəm qəşəng olan. Elə bir tutarlı səbəb gətirin ki, mən əsəbləşirəm. Özümdən çıxacağam mən. Bu nə hoqqadı verir, bu uşaqları niyə yığıb gətirib, anlamadım. Mamulya, bir qulaq as da. Nə qulaq asım, nəyə? Səbrin yoxdur axı, bir axıra qədər qulaq as, ondan sonra özün biləcəksən. Aşıq, bir dənə də getdik. Gözün aydın gəldi yenə, yaz başına dolandı. Çiçək açıb dərə təpə, çiçək açıb dərə təpə,
başıma Ay, sağ ol. Elə sənin başına dolansın nəzakət. Keç musiqi qutarıb hara fırlanırsan. Məni dolamısınız siz. Mən heç nə başa düşmürəm, əsəbləşirəm. Bütün qonşular eşidəcək. Nədir bu, Mədinə? Mamule başa düşmədin. Məni gör necə əsəbləşir. Mən o vaxt başa düşməliydim səni dünyaya gətirəndə. Nəysə, gecdi, amma özünüz deyin görüm nə olub. Mamule, bu Dədə Qorqudda Dəli Ozan var idi, əlində saz. Bax Mamule, o hamını barışdırmırdı. Balaşqam, barışdırmırdı yox, barışdırırdı. Nəysə, məni elə küstürmüsünüz ki taliyimlə. Nəysə, bəlkə bu aşıq məni öz taliyimlə barışdıra bilər, daha deyə bilmərəm, necə? Yox, Mamule, biz də bu aşıqları çağırdıq ki, Papula ilə səni barışdıraq. Məni barışdıraq? Bəli. Necə? Nəzarət xanım, siz heç əsəbləşməyin. Mən bu dəqiqə sizin üçün Aşıq Musa ilə Mələk Nisə dastanını oxuyum. Sizlər də dinləyib zövq alın. Şeir yoxdur. Bir dəqiqə dayanayım, mənim dastan dinləməyə vaxtım, o qədər vaxtım yoxdur. Sən buyur. Siz oxuyun, uşaqlar, amma oxuya yola salınırlar, getsin. Yaxşı, onu oxu, oxasın. Öyle gönül, o dilberim, niye göz göz görünürsen? Söyle görme, o dilberim, niye göz göz görünürsen? Soruşma kayıp olmasın, soruşma Getdilər, sən hansı havayı oynayırsan? Ay bədbəxt, sən hansı havayı oynayırsan? Nəzakət xanım, deyəsən mən sizin kismə səbəbinizi bildim, deyəsən, hə? Nədən? Deyirəm, Vidoş, bir 10 manat mənim kartımı açsın, bir 10 manat da sənin kartımı, məsələ həll olursun. Deyirəm, bala, Bəli. mamanın böyük kürəkəni. Ay, sağ ol. Kaş elə mənim bütün dərdim sərimi 10 manat civarında, məbləğində 10 manatlıq olardı. Onda dünya mənim olardı ki, hə? Amma sən onu bil ki, Naskadan cavab ala bilməyəcəksən. Yaxşı, indi oyna. Nə hava istəyirsən oyna, get. Sağ ol Nəzakət xanım, ağaca qaynadı havada öldürür. Hələ versən sözünü də görüm. Bilmirəm nə tərdiyimi, sevincimin həddi hüdudu yoxdur. Nə tər deyirsən, de, vaxtımı alma. Nəzakət xanımdan öyrəndim, niyə kisib sizdən desəm, inanmayacaqsan. Hə, sən mikrob olsan da hərdən faydalı söz danışırsan, de görüm nəyə görə küsüb. Deyir ki, Vidadi çoxdandır sənin kartıma pul atmır. Deyimən, mən bir qaynana kimi kürəkənimə qarşı olan bu soyuq münasibətə görə kismişəm. Səsin qırıq-qırıq gəlir, yaxşı eşitmədim. Deyirəm ki, mənə pul göndərmirsən axır vaxtlar karta, ona görə. Nəyə görə? Əvvəlini eşitmədim, set itir, set yoxdur. Pul at, pul, karta pul at. At? Nə at? Pul. Bir eləməsəm olmur, qoy elə bilsin ki, eşitmədim, yoxsa məndən əl çəkən deyil. Bir stəkan çay nə olan şeydir gəlib çıxmır. Elə bir xaş pişirirlər. Gəlir də. Hə, ay sağ ol, mən də elə onu dedim də. 40 ilin arvadı deyə. Daftaladım. Bilədas, indi kimi adam yerinə qoymayıbsan, sahib gətirməyibsən çayı? İşdə sən. Nəzakət. Qızlarımın heç biri sənə oxşamadı. Məndən qutardı, sizə keçdi. Tahirə xanım, əsas odur ki, sənin oğlun fırteli burnundan düşüb. Belə ikiniz ilan zəhərisiz. Bay, ilon kimi qabıq qoysan da ya, yumurta kimi soyulsan da, mən özümdən çıxan deyiləm, fitvaya getməyəcəm. Məska, bayaq keçəndə də gördüm, nəsə belə özündə sözündə deyil, səni belə bir təhər də edin gözümə nəsə olur? Xala,
Aylik dayı bilmir, sən Vidadəmdən küsmüsən. Sus. Nə dedin az? Bu yaz sən şatqa vurulasan. Bu yaz sənin şirin çayını içim. Az nəzakət. Axır ki, qağamın ağlı gəldi başına eləmi? Boşuyur səni eləmi nəzakət? Gedirsən Naz dədənin xarabasına nəzakət. Dayan da ay kamaz mühərriyi. İşə düşdü, stopu yoxdur ye. Var. Xəbərim var. Hər şeydən agaham. Bəli, Vidadicim mənim iş yerimə gəlmişdi. Vidadi. Mənə qayıtdı dedi ki, mən nəzakətdən soruşdum ki, nə olub? Mənə deyir, qayıtdı dedi ki, özün yaxşı bilirsən. Demirsən elə ona bir söz. Sonra da, yəni da başa düşmürəm nə deyirsən. Qaynanamla danışıram. Sonra mənə qayıtdı dedi ki, sən bilmirsən nəzakətə nə olub? Yeridirsən eləmi? Gənin. Mən gözləməzdim Vidadi qardaşdan. Necə yəni, səni küstürüb amma bilmir, niyə küsmüsən? Sən canına sən. Məndən qutardın, keçdin qağama. Eləmi? İndi qağamın sümüklərini yersiniz. Gedərsən, o əzizlərinlə, doğmalarınla elə danışarsan. Ananla danışırsan, Ağzında söz danışır, yarımçıq qoydun. Ayma danlı dinən. İmkan verir. Nəzakət bacı, sən fikir eləmə. Bax, belə görürəm ki, sənin problemin bizim problemdən böyükdür. Bu Əlikramın rəhmətli yatası. Güləzimi deyir. Ömür boyu məni küstürdü, amma bilmədi mən nədən küsmüşəm. İtirim oturum elə kişini. Elə ona görə papa tez getdi. Sən də bəsdir də kəs səsi. İndi biz öz problemimizi gedək evdə həll eləyək, duraq gedək. Canım. Gedək deyirsən. Narahat olma, Deyən, Ayma, mənim mədəm siridir bayaqda, nə ac gəlib, ac getdi. Eybi yoxdur, yolda bir dənə o ciddi simiddən alıb yərəm. Ay mama, sən nəsə kömək lazımdır. Səmər canım, həm ürəyim partlayır. Heç nə köməyiniz lazımdır. Siz dalaşmayın. Elə bir ki, elə mənə kömək etmiş kimi. Nəysə, durun, özüm həll eləyərəm. Durun da, dur. Nə var, sana daşıyıb aparırsan? Yeməyə qoyublar da. Ömrü boyu gözü qağamın ocağında oldu mu, qazancında oldu mu? Barışacaqsınız, deyir, çəkişməsin, bərkişməzsən. Səbiş, gəl bala, gəl. Keç Ayma, gəl ginən. Keç, müxayət ol ginən, gəl ginən. Gəl dayda, gözün arkada qalmasın da, elə bir ayrılır anasından. Başı sağ qurban, mənlə sənə bir bacı kimi nəsiyyət, məsləhət. Gördün ki, qağam Vidadi gəldi. Düşdü ayağına, yalvardı, yapışdı, səninlə barışmaq istədi. Bax, bacı, səni ant verirəm, ölənlərimin yox, sənin ölənlərini görünə. Bacı, barışma. Barışma, qoy qağam səni boşasın, hamımızın səndən canı qutarsın. Bu sənin belə zatına. Elin yanına yapışsın. Məftun, başımı itirmişəm, bilmirəm nə tər eləyim ki, nəzakət mənimlə barışsın. Ay Vidadi müəllim, mən arvaddan küsəndə sevinirəm ki, aşağısı bir həftə başım qulağım sakit olacaq. Sən niyə narahatsan? Sən hamını özündən bir tutma da, ailədə küsürlük bir şey deyil. Bilirsənsə bir yol göstər, mən barışım. Heç küsməyinin səbəbini də bilmirəm. Ay Vidadi müəllim, sən həmişə mənim şeirlərimə qulaq asıb. Şeir vaxtı. Yox, gör nə deyirəm. Mənim şeirlərimə qulaq asıb artıqlaması ilə hörmət eləmək. İndi mən bilmirəm nə üstə küsür, amma barışmağın yollarını bilirəm. Hədə bilirsən deyə. Mənə barışmaq lazım olanda, bax belə eləyirəm. Deməli, Hər vaxtın xeyir Vidoş. Nədir? Yerim rahat yatmışam özüm üçün. Görəm, sən də əhvalım pis deyil. Deyirəm, danışdığımız məsələ həll olundu. Mən deyə bilərəm ki, Nəzakət xanım sizdən niyə küsür? Demək istəmirəm. Yox, elə deyil.
Elə deyil, demə deyil. Danışdıq ki, mən bunu öyrənirəm. Siz də mənə o əvəzində 5 manat verirsiniz. Deyirəm. Hə, lazım deyil, də istəmirəm. Ya, mən bunu mütləq deməliyəm. Ya da ki, deməməyim üçün siz mənə pul borcusunuz. 5 qəpik vermişsiniz, 4 manat 95 qəpik. Hala, bunu çıx belə. Yox, bu düz deyil. Götür bunu. 4 manat 95 qəpik lazım. Xırlam yoxdur, götür. Lazımdır mənə minnət qoymaq. Biz bənəsiyə, biz ömür boyu buna pul verən nəsil olmuşuz. Deyibəm, buyur sən 5 qəpik lazım. Hə, deyəxşi, necə çıx görün buradan. Nəzakət hanı? Nəzakət xanım, bir kişi sizi çağır. Salam ay Nazı. Əleykə salam. Nazı, sənə yekə bir sürprizim var. Hə. Nə sürprizdir ki? Səncə nə olar, özün tap görüm. Düşündüyümdürsə, heç mənim üçün sürpriz deyil. 100% Can bəyin arvadının taxtığı o Ayıldız komplektindən almışsan mənə. Hə, düz deyirsən. Sifariş eləmişəm, indi gətirəcəklər. Hardan bildin ay Nazı? Ona görə ki, yəni 38 illik ərimsən, daha yaxşı tanıyıram da səni. Heç kimin yanında qoymazsan ki, mənim belə başım aşağı düşsün, yəni ürəyimə, qəlbimə dəyməzsən, amma hər halda yenə də çox sağ ol, ona görə çox sağ ol. Sağ ol ey Nazı. Elə buna görə küsmüşdün məndən. Mən də deyirəm görə niyə küsmüşsən? Ay, buna görə küsməmişdim ki. Buyur. Bu səbəb deyil ki. Komplektdir də. Olsa da taxaram, olmasa da taxaram. Hələ indiyə qədər, yəni səhər tezdəndən bu saata qədər bilmədin ki, mən nədən küsmüşəm? Bilmədin Vidadı. Yox. Onda sən məni heç tanımamısan ki. Tanımamısan. Məftunun verdiyi məsləhətdə bu olacaqdı. Heç nədən məni bu boyda ziyana saldı. Durduğum yerdə indi 10-15 mində gərək komplektlə verəm. Bəs bu niyə küsüb məndə? Alo. Ay bacı, evdəyəm, danışa bilmirəm. Dedim ki, gələrəm kəndə, üzbəüz oturub doyunca söhbət eləyərik də. Nətər? Sənə aldığım təzə sırğanı nəzakət bilir. Elə işıqlaşandan buna görə danışmaq istəyirdim məndən, buna görə zəng eləyirdim. Ay bacı, görürsən danışa bilmirəm, elə mesaj yazıydım, biləydim də. Heç nə, heç nə. Sağ ol, sağ ol. Hadi sən də sümbül kimi o dəqiqə başlamadan ağlamağa, yaxşı, yaxşı. Sağ ol, sağ ol. Bildim niyə küsürtmüş məndən. Ay Nazı, Nazı, xəbərim var idi ondan. Ay Nazı, bildim niyə küsmüsən. Əllə bu dərimiz gedirdi, əlimizin üstünün dərisi gedirdi. Əllə paltar yurdu, palaz yurdu. Əllidən saç... Deyirəm, keyfim yoxdur, deyirəm. Yəni 5-liyi yarı böləcəksən. İstəyirsən 3 manat sənin, notu 2 manat mənim. Buyur. Mənim rəhmətlik bu Əlikramın atası. Güləzibi deyir. Gördün qağam ayağına düşüb barışmaq istəyir, barışmaq. Sən məni yanına yapmışsın. Düz başına dolandırdım, düz başına dolandırdım. Sağ ol, başına dolansın nəzakət. Qutar. Bizonun, Apro Hospitalın, Sleepy uşaq bezlərinin baş sponsorluğu, Patron tumlarının xüsusi sponsorluğu, Tam Store marketlər şəbəkəsinin sponsorluğu ilə Qız Atası serialı başa çatdı. Qız atası